Dünyanın ən günahkar insanısan. Etmədiyin günahlar qalmayıbdır. Kiçik günahlar, böyük günahlar, bütün günahları etmisən. Ömrünü Allaha asi olmaqla keçirtmisən. Allahın halalına, haramına diqqət eləməmisən. Hədlərinə diqqət eləməmisən. Belə olduğu təqdirdə oturub fikirləşəcəksən ki, görəsən Allah məni bağışlamaz. Yəni artıq mənimki keçibdir. Söhbət var, mənim qatarım gedibdir. Elə şey yoxdur. Allah məgər Quranda bizi naümid eləyir rəhmətindən. Quranda deyir ki, filan qədər günah elədiniz, gəlməyin, tövbə eləməyin, bağışlamayacam. Belə bir söz deyib Allah Taala, yox. Allah Taala əksinə Quranda nə deyir? Ey nəfsinə zülm edən qullarım, Allahın rəhmətindən ümidinizi kəsməyin deyir Allah Taala. Deyir rəhmətindən ümidinizi kəsməyin. Tövbə etdikdə Allah günahları bağışlayır. Yetər ki qul tövbə eləsin. Günahının çoxluğuna baxma. 30 il, 40 il, 50 il günah eləmisən. Yetər ki qayıt Allaha. Yəni inan ki bütün günahları etmiş olsan belə, yenə də səmimi qəlbinin Allaha dönüb tövbə eləyərsənsə, şübhəsiz ki Allah Subhanahu va Taala səni bağışlayar. Əfv